Euzubillahimineşşeytanirracim. Bismillahirrahmanirrahim. Bağışlayan və mehriban Allahın adıyla. Əziz və dəyərli izləyicilər, hər birinizi Quran-ı Kərimin surələri ilə tanışlıq verilişində xoş gördük. Bugünkü mövzumuz Quran-ı Kərimin Ənbiya surəsi. Yəni Quran-ı Kərimin tərtibinə əsasən 21-ci surəsi olan Ənbiya surəsinin yekun ayətləri haqqında söhbət edəcəyik. Məlumdur ki, qeyd etmişdik, Ənbiya surəsi Məkkədə nazil olan surələrdəndir, 112 ayədən ibarətdir. Ənbiya surəsi, yəni Peyğəmbərlər surəsi mənasındadır. Bu mübarək surədə 16 Peyğəmbərin adı çəkilib, bəzi haqqında geniş, bəzi haqqında qısa məlumat verilmişdir. Peyğəmbərlərin öz qövmü ilə arasında baş verən hadisələr və Peyğəmbərləri inkar edən qövmə Allahın göndərdiyi bəlalar haqqında və Həzrət Peyğəmbərimizə bu Peyğəmbərlərin başına gələn bəlaları, müsibətləri, zülümləri göstərərək Peyğəmbərimizə təsəlli verən ayətlər olmuşdur. Və Peyğəmbər sallallahu təsəlli olaraq Allah Teala mübarək surədə qeyd edir ki, ya Peyğəmbər, səndən öncəki Peyğəmbərləri də inkar etmiş, onları bəzilərin dəli, bəzilərin yalancı adlandırıb onları inkar etmişdilər. Lakin Allahın sözü, Allahın hökmü qalib gələndir. Sonda haqq qələbə çalacaq, səbirli ol, necə səndən öncəki Peyğəmbərlər səbr etmişdir. Həzrət Peyğəmbərimizə və onun ətrafında olan möminlərə Allah Teala bu ayətləri təsəlli olaraq göndərir və eyni zamanda möminlərə və bu kitabı oxuyan insanlara keçmiş tarixdən, keçmişdəkilərdən ibrət götürməyi məsləhət əmr etmişdir. Bu mübarək surədə, Ənbiya surəsində Allah Teala Peyğəmbərlərdən, İbrahim Peyğəmbərdən, Musa Peyğəmbərdən, İsa Peyğəmbərdən, Harun Peyğəmbərdən və eyni zamanda Əyyub Peyğəmbərdən, Yunus Peyğəmbər haqqında və Davud Peyğəmbər və Süleyman Peyğəmbər və digər Peyğəmbərlərdən söz açmışdır. Və Allah Teala burada digər Məkkə surələrin əsas xüsusiyyətləri, məad haqqında, ilk yaranış, yaranışın başlanğıcı və ölümdən sonra insanın həyatı və Allahın vəhdaniyyəti haqqında mövzulardır. Çünki Məkkə surələrinin əsas xüsusiyyəti Allahın vəhdaniyyətinə, Allahın birliyinə insanların nəzərini çəkmək, Allahın varlığına insanın ağlı və nəqli dəlillər göstərməklə insanların zehnini tək Allaha yönəldir. Allah Teala yeri və göyün yaranışı misal çəkir, gecə ilə gündüzü misal gətirir, ölmüş torpağın yenidən dirilməsini insanlara göstərir ki, insanlar axirəti təsdiq etmək çox çətin məsələ deyil. Əgər insan Allahın yaratdıqlarına baxarsa, həm Allahın qüdrətini, varlığını dərk edər, həm ölümdən sonraki həyatı təsdiq edər. Və bu ayətlərdə Allah Teala bir-bir bizlərə öyüd nəsihət götürəsiniz deyə nazil etdim, vurğulayır. Və mübarək surənin son ayətlərində Allah Teala müşriklərdən, yəni Allahı inkar edən şəxslərdən danışdıqdan sonra onlar Allahı qoyub bütlərə sitayiş edən bir qovm idi. Peyğəmbərlər öz qövmlərinə gəlib Allahı tanıtdıran zaman bütlərə sitayişi qadağa edir. Nəinki bütlərə Allahdan başqa bütün varlıqlara sitayişin qadağan olduğunu, ən böyük zülm olduğunu xatırladır. Bu müşriklər inadkarlıqları üzündən ata-babalarının yolu ilə getdiklərini, yəni ya Peyğəmbər, biz ata-babalarımızın ibadət etdiklərini tərk edib sənin bizə gətirdiyin Allaha mı ibadət edəcəyik deyə Peyğəmbərə müraciət edirdilər. Halbuki heç bir dəlilə əsaslanmadan, heç bir məntiqə əsaslanmadan öz ata-babalarının ibadət etdikləri tanrılara ibadət etmək istəyirdilər və bunun üzərində öz həyatlarını davam etdirmək istəyirdilər. Lakin Həzrət Peyğəmbərimiz onlara müraciət edərək deyirdi, sizi və sizdən öncəkiləri yaradan Allaha ibadət edin, sizi və sizin ata-babalarınızı yaradan Allaha ibadət edin, sizə görən göz, eşidən qulaq, danışan dil verən Rəbbinizə ibadət edin. Və Allah Teala bu mübarək surənin sonuncu ayətlərində qəflətdə olan müşriklər haqqında buyurur. İnnekum və mə ta'budun min dunillahi hasabu cəhənnəm entum laha varidun.
həqiqətən siz və sizin ibadət etdikləriniz cəhənnəmin odunlarıdır. Siz oraya daxil olacaqsınız. Görürük, Allah Teala bu mübarək ayənin surənin 98-ci ayəsində buyurur: ey müşriklər, həqiqətən siz və sizin ibadət etdiyiniz tanrılar cəhənnəmin odunu olacaq. Siz və onlar ora daxil olacaqsınız. Görürük, bu mübarək ayədə Allah Teala müşriklərə xitab edir. Siz cəhənnəm odunları və eyni zamanda sizin ibadət etdiyiniz tanrılar cəhənnəmin odunları olacaq. Halbuki əslində onların ibadət etdiyi daşlar, taxtalar, bütlər cəhənnəm atəşinə girməyə bir səbəb yoxdur. Çünki onlar cansız varlıqlardır. Onların bir günahı, onların bir səbəb deyil. Lakin insanlar qəflət içərisində olub bunları özlərinə Tanrı qərar veriblər. Lakin Allah Teala bunları da müşriklərlə birlikdə cəhənnəm odunu hesab edir. Onlar da müşriklərlə birlikdə cəhənnəmə daxil edir ki, onlar cəhənnəmdə də həsrət çəkərək dərk etsinlər, görsünlər və onların müsibəti daha da böyük olsun ki, bizim xilaskar hesab etdiyimiz tanrılar, bizim qoruyucu hesab etdiyimiz tanrılar bizimlə cəhənnəm atəşində yanır. Hətta onların alovu bizi öz ağuşuna alıb. Onlar cəhənnəm atəşində əzabları, onların həsrəti daha da şiddətli olsun deyə Allah Teala bütpərəstlərə onların ibadət etdiyi tanrılarla birlikdə cəhənnəmə daxil olacaqlarını qeyd edir. Davamında Allah Teala buyurur: وَلَوْ كَانَ هَؤُلَاءِ آلِهَةً مَا وَرَدُوهَا وَكُلٌّ فِيهَا خَالِدٌ. Əgər onlar həqiqi Allah olsaydılar, onların tapındığı bütlər, onların tapındığı Allahdan başqa digər varlıqlar, tanrılar həqiqi Allah olsaydılar, cəhənnəm atəşinə girməzdilər. Lakin onlar hamısı orada əbədi qalacaqlar. Onlar və onların tapındığı tanrılar cəhənnəm atəşində əbədi qalacaqlar. Lahum fiha zəfirun və hum fiha la yesmaun. Onlar orada inildəyərək qalacaqlar. Onlar orada heç bir şey eşitməyəcəklər. Görür, Allah Teala onların orada inildəyəcəklərini, yəni əzabın şiddətin göstərmək üçün Allah Teala buyurur ki, onlar cəhənnəm atəşinin içərisində inildəyərlər və orada heç bir şey eşitməzlər. Yəni onlar orada Allahın mərhəmətin görməzlər. Onlar orada siz xilas olacaqsınız kəlməsini, onlar orada rəhmət kəlməsini eşitməzlər. Onlar oradan cəhənnəm atəşindən çıxma əmrini eşitməzlər. Burada onlar eşitməzlər, yəni Rəbbinin mərhəmət kəlməsini, cəhənnəmdən xilas olub cənnətə daxil olma əmrini eşitməzlər. İnnellezîne sabaqat lahum minnel husna ulaike anha mubadun. Həqiqətən o kəslər ki, biz onlara öncədən vəd vermişik, onlar o cəhənnəm atəşindən uzaq tutularlar. Görüyor, o şəxslər ki, Allaha ibadət edər, həqiqi Allaha ibadət edərək özlərini Allahın qulu sanarlar. Onlar bizim vəd verdiyimiz, qabaqcadan gözəl vəd verdiyimiz, yəni cənnət müjdəsi ilə müjdələdiyimiz şəxslərdir. Onlar o cəhənnəm atəşindən uzaq tutularlar. Yəni Allaha ibadət edənlər, Peyğəmbəri təsdiq edənlər və axirətə iman gətirən şəxslər, onlar cəhənnəm atəşindən uzaq tutularlar. Əslində burada Həzrət Peyğəmbərimizə də verilən bir sual maraq doğurur ki, bu ayədə qeyd olundu ki, müşriklər və onların ibadət etdiyi tanrılar cəhənnəm atəşinə daxil olarlar. Həzrət Peyğəmbərimizə də öz zamanında sual verdilər: ya Rasulallah, müşriklər və onların ibadət etdikləri bir yerdə cəhənnəmə daxil olarlar. Məgər müşriklər İsa Peyğəmbərə Allah deyib onu şərik qoşmadılarmı? Məryəm əleyhissalamı ibadət edib onu Allaha şərik qoşmadılarmı? Məgər müşriklər cəhənnəmə daxil olan zaman İsa Peyğəmbər də cəhənnəmə daxil olmalıdırmı? Bu sualları Həzrət Peyğəmbərimizə verəndə Həzrət Peyğəmbərimiz ayənin davamını onlara oxudu və buyurdu ki, o kəslər ki, Allahın öncədən onlara verdiyi vədə, Allah öncədən onlara vəd verdiyi şəxslər cəhənnəm atəşindən uzaq durarlar. Yəni o mömin şəxslər, Allaha inanan şəxslər, Allaha ibadət edən, Allahın özlərini Allaha qul hesab edən şəxslər cəhənnəm atəşindən uzaq durarlar.
təbii ki, İsa Peyğəmbər də digər Peyğəmbərlər kimi ilk kəlməsi la ilahə illallah, Allahdan başqa Tanrı yoxdur, mən Allahın elçisiyəm, cənnət, cəhənnəm, axirət aləmin insanlara çatdırıb. Lakin İsa Peyğəmbər qeybə çəkildikdən sonra Allah Taala İsa Peyğəmbəri qeybə çəkdikdən sonra həmin qövm, İsa Peyğəmbərin qövmü İsa Peyğəmbəri Allaha şərik qoşdular. Bu İsa Peyğəmbərin günahı deyildi. Çünki İsa Peyğəmbər ömrü boyu son qeybə çəkildiyi günə qədər insanları bir olan Allaha dəvət etmişdi və özünün Allahın qulu olduğunu, özündən öncəki Peyğəmbərlər kimi yeyib içdiyini və insanlar kimi bazarlarda gəzdiyini xatırladırdı. Və İsa Peyğəmbər və digər Məryəm əleyhissalam Allahın qulu olduğunu daim insanlara xatırladırdı. Bu səbəbdən müşriklər cəhənnəmə daxil olan zaman onlar artıq dərk edəcək ki, biz necə böyük bir Allaha qarşı zülm etmişik. Bizim Peyğəmbərimiz Allaha dəvət etdiyi halda onun qeybə çəkildikdən sonra biz onu Tanrı qərar verdik. Biz onu Allahın oğlu adlandırdıq və bu səbəbdən də onların peşmançılığı daha da şiddətli olacaqdır. Mübarək surənin 102-ci ayəsində Allah Taala buyurur: "La yesma'un hasisaha və hum fima iştahat anfusuhum xalidun." Allah Taala möminlərin, Allaha iman gətirən şəxslərin vəsflərin, xüsusiyyətlərin, onlara verilən imtiyazı sayan zaman buyurdu ki, onlar orada cəhənnəm atəşindən uzaq tutularlar və o cəhənnəmin səsini belə eşitməzlər. Onlar istədikləri bir yerdə, istədikləri şeydə qalarlar, əbədi qalarlar. Görürük, burada möminlərin həm cəhənnəm atəşindən uzaq tutulacaqlarını və eyni zamanda cəhənnəmin səsini belə eşitməyəcəklərini və istədikləri yerdə əbədi qalacaqlarını vurğulayır. Və dördüncü ən böyük xüsusiyyət odur ki, buyurur: "La yahzunuhumul faza'ul akbar və tetələqqahumul mələikatu hazə yevmukumul-lezî kuntum tu'adun." Onlar o ən böyük müsibətli gündə kədər, qəm görməzlər, qorxu içərisində olmazlar və onları mələklər salamlayar, deyər bu sizə verilən vəd olunmuş gündür. Görürük ki, burada hər kəsin qorxduğu ən şiddətli, yəni qiyamətin qopacağı zaman Allah Taala buyurur, həmin o möminlərə, Allaha iman gətirən qullara heç bir qorxu, kədər olmaz. Onları mələklər salamlayar və onlara deyər ki, bu sizə vəd olunan gündür. Yəni Allah Taala burada möminlərlə kafirlərin halını müqayisə etdi. Onları cəhənnəm atəşində əbədi qalacaqlarını və orada inildəyəcəklərini və eyni zamanda cəhənnəm atəşində əbədi olacaqlarını vurğuladı. Möminlərin isə cəhənnəm atəşindən uzaq tutulacaqlarını və heç cəhənnəmin səsini belə eşitməyəcəklərini, iştahları çəkən, yəni nəfsləri istəyən hər bir şey onlar üçün hazır olacağını qeyd edir və ən böyük şiddəti ən böyük olan gündən qorxu olmaz. Onları mələklər salamlayar və eyni zamanda onlara deyər ki, sizə vəd olunan gün bu gündür. Allah Taala həmən günün vəsfin açıqlayır digər ayədə buyurur: "Yevmə netfis səmâə kətayyiz sicil lil-kutub kəmə bədənə əvvələ xalqən nu'iduhu va'dan aleyna inna kunna fa'ilin." Həmən gün o böyük qorxulu gün səmanı yazılmış dürmək kimi bükərik və insanları, məxluqatı ilk yaratdığımız kimi yenidən qaytararıq. Yəni ölmüş bütün canlıları dirildib onlara həyat verərik və onlar bizim huzurumuza haqq hesab üçün gələr və biz bunu edərik. Allah Taala burada qiyamət səhnəsini canlandırır və buyurur, həmən gün səmanı yazılmış dürmək kimi bükərik. Səmanı bükərik, yəni həyatı artıq həyat bitər və eyni zamanda dünyasını dəyişən bütün məxluqatı yenidən ilk dəfə diriltdiyim kimi yenidən dirildib, ayağa qaldırıb hesab məhşərə gətirərəm. Allah Taala Ənbiya surəsinin bu mübarək surənin 105-ci ayəsində buyurur: "Biz Tövratdan sonra Zəburda da qeyd etdik. Həqiqətən yeri Allahın salih bəndələri irs aparacaq. Yəni yerin hakimiyyəti, yerin səltənəti, yerin sultanlığı mənim salih qullarımın öhdəsində olacaq."
bu ayədə Allah Taala vəd verir, Allah Taala müjdə verir ki, nə qədər zülm, nə qədər fəsad, nə qədər fitnələr çoxalsa da, sonda yer üzəri mənim salih bəndələrimin ixtiyarında olacaq, salih qullarımın hökmranlığı altında olacaq. Və bu ayənin, bu mübarək ayənin İmam Zaman Ağanın zuhuruna, İmam Zaman Ağanın dövrünə və onun köməkçilərinə aid olduğu məsum imamlardan hədislərdə qeyd olunmuşdur, gəlib bizə çatmışdır. Məsum imamlardan qeyd olunan hədislərdə deyilir ki, bu mübarək ayənin əsas məqsədi İmam Zaman Ağa və onun yardımçılarıdır. Yəni Allah Taala yer üzərini ədalətlə İmam Zaman Ağanın vasitəsilə, əli ilə və onun köməkçilərinin vasitəsilə yer üzəri zülmlə, fitnə ilə dolduğu kimi İmam Zaman Ağanın əli ilə yer üzərini ədalətlə, haqla dolduracaqdır. Hətta əziz Peyğəmbərimizdən rəvayət olan hədisdə qeyd olunur ki, əgər qiyamətdən bir gün belə qalsa, Allah həmin günü uzadar və İmam Zaman Ağanı zuhur edər və İmam Zaman Ağa yer üzəri zülmlə dolduğu kimi haqq, ədalətlə bərpa edər. Bu mübarək ayə də möminlərə bir müjdədir ki, sonda yer üzərinin ədalətlə, haqla, gözəl Allahın istədiyi qanunlarla icrası mömin, salih qullarının öhdəsində olacaq. İnnə fi həzə ləbələğun liqavmin abidin. Bütün bu qeyd olunanlar Allaha ibadət edən qövm üçün bir xəbərdarlıqdır, bir məlumatdır. Və mə ərsəlnəkə illə rəhmətən lil aləmin. Allah Taala bu hökmləri, bu məsələləri, xəbərdarlıqları etdikdən sonra deyir, ya Rasulum, ya Peyğəmbər, biz səni yalnız aləmlərə rəhmət olaraq göndərdik. Əziz Peyğəmbərimizin aləmlərə göndərilməsindən məqsəd bir rəhmətdir, bir bərəkətdir, bir məğfirətdir. Aləmlər deyəndə yer üzərində bütün canlılara əziz Peyğəmbərimiz, sonuncu Peyğəmbərimiz bir rəhmət olaraq göndərilib və Peyğəmbər rəhmət Peyğəmbəridir. Heç bir zaman ümmətinə əl açıb bəddua etmədi. Hər bir varlığa, hər bir canlıya qayğı göstərdi. Onun üçün bu Peyğəmbərimiz aləmlərə rəhmət olaraq göndərilən bir Peyğəmbər adlandırıldı. Və Peyğəmbərimiz də davamında Həzrət Peyğəmbərimizin dilindən Allah Taala davam edir. Ya Peyğəmbər denən ki, mənə vəhy olunur, yalnız mənə vəhy olunur ki, Allah birdir, Allahdan başqa məbud yoxdur. Siz buna təslim olursunuzmu? Həzrət Peyğəmbərimizə Allah Taala əmr edir ki, ya Rasulum, sən insanlara de ki, yalnız mənə Allahın vəhyi ondan ibarətdir ki, Allah təkdir, Allahdan başqa bir məbud yoxdur və siz ona təslim olursunuzmu? Bu qədər dəlil, sübut, bu qədər xəbərdarlıqdan sonra siz o həmin tək olan Allaha təslim olursunuzmu? Əgər təslim olmasanız, bu sizin öz ziyanınızadır. Əslində qiyamətin nə zaman qopacağı, bu gün və yaxud da sabah olacağı bilinmir. Həqiqətən o qiyamətin qopma səhnəsi, anı, vaxtı Allahın elmindədir. Həqiqətən Allah sizin danışdığınız gizlini də, aşkarı da bilir. Bu dünya həyatı bir müvəqqəti yaşayış, bir keçid mərhələsidir. Allah Taala sizinlə bizim aramızda haqla, ədalətlə hökm verəcək. Məni vəsf etdiyiniz bu sifətlərdən Allah mənə yardımcıdır və mən rəhman olan Rəbbimə sığınıram. Əziz Peyğəmbərimiz bu mübarək surəni öz səhabələrinə oxuyardı və bu surənin çox dəyərli, fəzilətli olduğunu, hər kəs bu surəni oxuyarsa, qiyamət günü Peyğəmbərlərlə məhşur olacağını qeyd edərdi. Ənbiya surəsi haqqında qısa da olsa məlumat verdi. Allah Taala bizləri surələri oxuyub, ona əməl edən qullardan qərar versin. Əssalamu aleykum və rəhmətullahi və barakatuhu.